Tərbiyəsizliyi seçən bilmirik də. Tamamilə haqlısınız. Əyləncə başqa şeydir axı. Və məsəl üçün, mən bugün danışmışam. Bir qarış yubka geyinən müğənnilər var. Ailəvi restoranlarda oxuyurlar. Yəqin ki, sosial şəbəkədə qarşınıza çıxır. Bu müğənnilər bilərəkdən mahnının əvvəlində, ortasında, sonunda harada gəldi fırlanırlar. Niyə fırlanırlar? Çünki onlar fırlananda yufka qalxacaq da yuxarı. Və kimsə də onu yufkanın qalxışına baxmaq üçün gəlib oturacaq ailəvi istirahət məkanı. Bir dost gəlib deyəcək ki, dünəndən bir də müğənni oxuyurdu. Biz səninlə hər şey çöldə idi. Çox-çox üzr istəyirəm bizim izləyicilərimizdən. Amma bugün bu belədir. Və bu müğənnilər özlərini harada reklam edirlər? TikTok sosial şəbəkəsində və Instagramda reklam edirlər. Və onlar bunun müqabilində də artıq ora müştərini də gətizdirirlər. Bu platformalarda, bax mənə görə məsələn, elə adamlar da o tərzdə, o geyimdə restorana özünə hörmət edən rəhbər musiqi, o müğənnini buraxır.